Salam Pərvanə xanım, xoş gəlmisiniz. Salam, xoş gördük. Bugün sizə bir neçə sualım olacaq. Buyurun. IELTS və TOEFL arasındakı fərq nədir? IELTS və TOEFL hər ikisi ingilis dil səviyyəsini ölçən beynəlxalq imtahanlardır. Buna baxmayaraq aralarında bir sıra fərqlər var. Hər iki imtahan tələbələrin listening, reading, writing və speaking bacarıqlarını yoxlasa da, imtahan quruluşları bir-birindən tamamilə fərqlidir. IELTS-da siz canlı examinerlə speaking eləyirsinizsə, TOEFL-da bu kompüter intervyusu olur, kompüter üzərindən intervyu olur. Bundan başqa TOEFL daha çox Amerikan, IELTS isə daha çox İngiltərə sisteminə, İngiltərə ingiliscəsinə söykənir və əlavə eləmək istəyirəm ki, IELTS və TOEFL fərqli ölkələrdə universitetlər tərəfindən fərqli cür qarşılanır. Yəni, məsələn, Türkiyə universitetləri IELTS-ı demək olaraq qəbul etmir, amma Amerika və Avropa universitetləri ilə IELTS-da IELTS nəticənizdən rahat şəkildə təhsil ala bilərsiniz. TOEFL isə demək olar ki, hər yerdə qəbul olunur, amma daha çox verilən və daha çox tələb olan imtahan IELTS-da hal-hazırda. Ətraflı məlumat üçün təşəkkür edirəm. Buyurun. Məlikə xanım, olar